çoxdandır bu haqda danışmaq istəyirdim. İnsanın püxtələşməyi üçün, peşəkarlaşmağı üçün, bir sənətə, peşə vərdişinə yiyələnməsi üçün təkrar çox gözəl şeydir. Təkrarlanmaq. Hansısa bir uşaqlıqda idman seksiyasına gedən adam bilir ki, məsələn, adi insan gündə 3 dəfə, 5 dəfə oturub qalxırsa, məşqdə prisidaniya 50 dəfə elətdirirlər, 100 dəfə. Fiziki imkanları təkrar yolu ilə artırırlar. İstəyir üzgüçülük olsun, istəyir adi jim eləmək olsun. Söhbət idman haqqında getməyəcək burada. Məsələn, atam mən uşaqlıqda Kür çayının 110-120 metr eni olan vaxtı Kürün axarı istiqamətində məcbur eləyirdi ki, 50 qol, 100 qol, 150 qol atım. Və mən Kürün axarı istiqamətində 50 qol, 100 qol rahat atandan sonra Kürü 2 dəfə, 3 dəfə o tay keçirdim. Yaşım keçib özümü tərifləmək üçün demirəm. Bunu prinsipi anladmaq üçün deyirəm. Və paradoksallıq, həmçinin qanuna uyğunluq buradadır ki, insanın zehni xüsusiyyətləri, şuuru xüsusiyyətləri də belədir. Və sən əgərləri sutka ərzində cəmi 3-4 saat yatıb mütaliə edirsənsə, oxuyursansa, məsələn, mənim ixtisasım radiotexnikadır. Mən iqtisadi bilgilər, psixoloji bilgilər nə qədər edirsiniz, kitablar oxumuşam. Oxuduqca, bu da eyni ilə bir şeydir. Beynin, hələ bil ki, profilda resurs tələb edir, artırır. Sən oxuduqca, mütaliə elədikcə, artıq hər hansı bir məsələyə yanaşanda sənə izahat lazım deyil. Sən şahmatdakı kimi 2-3 pillə öncəni görəcəksən. 2-3 pillə qabağı görəcəksən. Artıq sənə izahat filan lazım deyil. Beyin onu avtomatik qoyacaq yerinə. Bilirsiniz ki, biz görmək istədiyimizi görürük və Napolyon Bonaparte demişkən dünyanı təxəyyül idarə edir. Təfəkkür yox, təxəyyül. Təxəyyülündə canlandırıb modeli qura bilirsənsə və mütaliə elədikcə artıq həmən o modeli qurmaq sənə izahat, vaxt tələb eləmir, avtomatlaşır bu. Düşünmək ilahinin insana verdiyi ən böyük neymətdir. Düşünməyi tərcih etmiyor, düşünməyi davam ediyor. Ölənə kimi, son nəfəsinə kimi düşünməyə davam ediyor. Bu qədər.